Oyundan sonra Azər Bağırov maraqlı fikirlər səsləndirdi və bəlli oldu ki, klubla qarşılıqlı razılıq əsasında Azər Bağırov Kəpəzlə vidalaşır. Maraqlı fikirlərdən biri odur ki, mənim Kəpəzdə haqqım var. Rəhbərliklə görüşdük, fikirlərimiz üst-üstə düşmədi. Yəqin ki, transfer söhbətləri və yaxud indi Kəpəz sponsor tapandan sonra biz bunu əvvəlki buraxılışlarda demişdik. Başqa bir iddiası çıxacaq artıq komandanın. Elitada qalmaq uğrunda mübarizə aparmayacaq. Yeni stadion, möhtəşəm hava, əvvəlki əzəməti qaytarmaq istəyir Kəpəz klubu rəhbərliyi. Bilmirəm, bu baxımdan Azər Bağırovu görmək istəmirlər və yaxud fərqli transfer siyasəti və burada başlar, düşüncələr, fikirlər üst-üstə düşmür deyə Azər Bağırov özü getmək qərarına gəlib. Amma razıyam o fikirlə ki, Azər Bağırovun bu komandada haqqı var. Bəli. Gəldi, əziyyət çəkdi, çətin dövrdə götürdü, saxladı. O inamı futbolçulara aşılaya bildi. Hansı ki, futbolçular da bunu sevdilər. Elə oyunlar var ki, məsələn, çıxırlar, futbolçular belə oynayırlar komandanın adı üçün, öz adı üçün. Elə oyunlar da olur ki, məsələn, çıxırlar, baş məşqçiyə görə oynayırlar. Tutaq ki, komandadan baş məşqçi deyir ki, bu mənim son oyunumdur. Və hansısa bir futbolçu ilə də mübahisə, intriqa eşitmədik, görmədik. O elə bir xarakterdədir ki, yəni mən özüm də indi münasibətim var Azər müəllimlə. Yəni hamı ilə dil tapa biləcəyik. Yəni insan kimi də normal adamdır. Yəni onunla bir yerdə futbolda oynamışam. İndi hamı yazacaq altdan ki, hamı ilə bir yerdə oynamışam. Kimi deyirsən, deyir onunla bir yerdə oynamışam. Bununla bir yerdə oynamışam. Yəni həm məşqçi kimi cavan məşqçidir və doğrudan da özünü təkminləşdirmək, oxumaq, öyrənmək, müasir bir şeylərə, müasir futbolun sirlərini öz-özündə yəni axtarıb tapmağa çalışan və nəysə hər günü-gündən nəsə bir informasiya toplamağa çalışan bir məşqçidir. İnsan kimi də normal insandır. Ona görə də həmin o Gəncə azarkeşlərinin, Kəpəz azarkeşlərinin rəğbətini qazanıb. Biz bilmirik nəyə görə gedib, qarşılıqlı hər halda bilinir aşağı-yuxarı nəyə görə gedib. Fikirlər üst-üstə düşmədisə nə ola bilər? Komanda üçün doğrudan da əlindən gələni elədi və doğrudan da mənə elə gəlir ki, Kəpəz komandasına rəng qatdı yəni.